Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlama hadisəsi baş verib. Hadisə rayonun İsmail Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb. Hadisə bu evdə baş verib. Məlumata görə Haşimov Rüfət aralarında yaranan mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən 15 yaşlı qızı isə evdəki bıçaqla atasına xəsarət yetirib. Haşimov Rüfət döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ailəni çox tanımırıq, yəni belə insanlardan kənar, salam, sağ olsunuz, yəni münasibətsiz qonşu olubdular, belə rastlaşanda salam verəm. Qayət də sakit, normal, yəni heç bir şübhə çəkən bir hərəkətlərini mi deyim, davranışlarını əsla görməmişik, yəni. Deyirlər ki, bu bəy öz həyat yoldaşını döyürmüş. Bu haqda nəsə eşitməmisiniz? Heç səs eşidilməyib. Çox gözəl ailədirlər. Atası rəhmətə gedib, yaxşı kişi idi. Anası sağdır, böyükdən hər şey yaxşıdır. Münaqişədən xəbərim yoxdur. Oğlanın anası yoxsa Oğlanın anası, bir Sado. yerdə yaşayırlar? Hə, çox yaxşı xanımdır. Bəs deyirlər ki, bəy bəzən əsəbləşirdi, yoldaşı. Yox, mənim ailə münaqişəsindən ümumiyyətlə xəbərim olmayıbdı. Çox sakit ailə olublar, xanım. Sabunçu tibb mərkəzinə yerləşdirilən Rüfət Haşimovun vəziyyəti ağır qiymətləndirilir. 2 fevral 2026-cı il tarixində saat 16 radələrində 1977-ci il təvəllüdlü şəxs Sabunçu tibb mərkəzinə hospitalizasiya olunub. Döş qəfəsinin ön səthinin döş qəfəsi və qarın boşluğundan plevra, ağciyər, qaraciyərin 8-ci segmenti və diafraqmanın kəsilmiş, deşilmiş yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır. Faktla bağlı Nizami rayon polis idarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.